Bismillahirrahmanirrahim. Həvva nənəmiz Adəm Peyğəmbərin sağ ya sol tərəfində olan qabırğasından yaradılmışdırmı? Məhrəm və naməhrəm qadınlar, kişilər kimdir həyatımızda? Nə edək? Hər gün hansı Quran ayələrini oxuyaq? Dinimiz hər gün oxumağı lazım bildiyi Quran ayələri və surələri hansı surələrdir? Şərab süfrəsində əyləşə bilərəmmi? Özüm şərab içmirəm. Bütün bu sualların hamısının cavabını inşallah bu günlərə bizə ünvanlanan sualların arasında hamısını eşidəcəksiniz. Hər gün hansı Quran ayələrini oxuyaq? Ümumi Əhl-i Beyt imamlarımız, Allahın salamı olsun onlara və Əhl-i Beytinə bizə buyururlar, gündə Quran-ı Kərimdən Ayətəl Kürsünü oxuyun. 4 Qul Huvallah, Qul Əuzu bi Rabbil Fələq, Qul Əuzu bi Rabbin Nas, Qul ya eyyuhal kafirun. Bunlara 4 qul deyirlər. Bu surələri mütləq oxuyun. Və o cümlədən də tapşırıblar ki, gündə Quran-ı Kərimdən bacarırsınızsa 50 ayə oxuyun. Bunlar tövsiyə olunmuşdur. 50 ayəni bacaramasanız da mütləq hər gün Ayətəl Kürsü və 4 qulla gələn surələr ki, adını çəkdim, ayələrini dedim, o surələri oxumağı unutmayın və bir də bədnəzərlə bağlı ayə ki var, və in yəkadu, həmin ayəni də oxumağı unutmayın. Hər gün hansı zikirləri demək tövsiyə olunur? Hər bir günün öz zikri var. Həftənin 7 gün arasında hər günün bir zikri var. Məsələn, cümə gününün zikri salavatdır. Yaxşı olar ki, hər gün tapşırılan zikri, məsələn, cümə günü salavat tapşırılırsa, onu 100 dəfə oxuyasınız. Amma digər zikirlər, evdən çıxanda tapşırılan zikirlərin arasında Bismillahi və billah, o cümlədən və la havlə və la quvvətə illa billah, ümumi isə bütün işlərinizdə Bismillah kəlməsini, Bismillah sözünü, ayəsini deməyi unutmayın. Zikirlərin arasında ən çox tapşırılan zikirlərdən budur. O cümlədən də Subhanallah, vəlhamdülillah, və la ilahə illallah, vallahu akbar. Buna təsbihat-ı ərbəə deyilir. Bəzən də namazın 3 və 4-cü rükətlərində bunu oxuyuruq və bu zikirləri demək gündəlik tövsiyə olunmuşdur. İslamda belə bir namaz varmı? O namazı qıldıqda bizim qəza namazlarımız boynumuzdan götürülür. Yaxud da elə bir dua varmı? O duanı etdikdə insanın qəzaları silinir. Xeyr. Araşdırmamıza əsasən belə bir dini göstəriş hədislərdə tapa bilməmişik. Araşdırmamız onu göstərir ki, belə bir hədis yoxdur və kifayət qədər əksinə hədislərimiz var ki, Əhl-i Beyt imamlarımızdan tapşırır ki, insan namazını, orucunu qəza edibsə, mütləq gərək onların qəzasını tutsun. Və o cümlədən də ola bilər, bəzi dualarda gəlmişdir ki, insan qəzaya verdiyi namaz, orucların savabını qazanmaq istəyirsə, bu namazı qılsın. Yaxud da bu duanı oxusun, qəzaya verdiyi əməllərin savabını ona verərlər. Amma ümumi isə bu şeytanın vəsvəsəsidir, insanı aldatmaqdır. Dinimizdə nəyin qəzası olubsa, namazın, orucun, onun qəzasını tutmaq vacibdir. Və elə bir hədis yoxdur ki, mən bu qədər namazlarımı qəzaya verəcəyim, bu hətta insafsızlıq və ədalətsizliyidir. İnsanları süstlüyə dəvət edir, qılmır namazın, sonra gəlir 2 rükət namaz qılıb, yəni dua edir, bütün 30 illik qəzası silinir. Axı bu düzgün deyil. Ağılla da, məntiqlə də, o cümlədən də insafla düzgün deyil. O adam ki, zəhmət çəkib, namazını qılıb, qəzaya verməyib, bəs onun zəhmətini o. İnsanlar onda gedərlər elə neçə namaz qılmazlar, sonra bir dua ilə, bir namazla qəzaları silərlər. Əlbəttə ki, bu düzgün hesab oluna bilməz. Bədənə tatu, nakolka, yaxud da döymə vurmaq olarmı? Əlbəttə, əvvəldə bunu qeyd edək ki, bizim dinimizdə bu iş haram olmasa da, amma heç də dinimizin sifariş etdiyi əməllərdən insanları həvəsləndirdiyi göstərişlərdən deyil. Dinimiz bu barədə göstəriş vermir ki, gedin bunu eləyin. Amma haram da deməmişdir. Niyə? Əlbəttə şərtləri ilə. Çünki insan öz ixtiyarı ilə öz bədənində hansısa bir döyməni şərtlərə əsasən eləyə bilər. Sadəcə bəzi şərtləri yerinə yetirməlidir. 1. Bədənə zərər olmasın. Bədənə ziyan zərər verəcəksə olmaz. 2. Dərinin altına olarsa problem olmaz. Dərinin üstündə olsa dəstəmaza, qusla mane olacaq. Onun dəstəmaz quslunda problem yaranacaq. Amma dərinin altında eybi yoxdur. 3. Əgər qadınlar bu işi görürlərsə və ürfdə o qadının bədəninə döydürdüyü döymə, zinət, yaraşıq hesab olunursa, onu naməhrəmdən gizlətməlidir. Naməhrəm onu görməməlidir. Çünki zinət hesab oluna bilər qadın üçün. 4. Allah Taala'nın adları,
Peyğəmbər Əhl-i-Beyt imamlarımızın adını vurmayın. Olmaz. Niyə? Çünki həmişə dəstəmazda olmursunuz. Üzr istəyirəm, bəzən də boynunuza cənabət quslu gəlir. Ona görə həmin o müqəddəs adları, Quran ayələrini vurmaq bədənə düzgün hesab olunmur. 5. Vurulan döymə, yazı, şəkil, fəsad, əxlaq, İslamın, dini, mənəviyyatın ziddinə söyüş, məsələn, təhqir kimi olmamalıdır. Əgər belə olmazsa, icazəlidir. Bəziləri namaz qılmamağının səbəbini belə deyir, namaz mənə düşmür, yaxud da namazı qılıb tərk edir, sonra belə deyir, namaz məni atdı. Bu düzgündürmü? Bizim dinimizdə belə bir məntiq yoxdur. Bu bəhanədir. Şeytanın vəsvəsəsidir. İnsan namaz qılmamaqdan ötürü şeytan ona vəsvəsə edir, özünə bəhanə gətirir. Hazır deyiləm, namaz mənə düşmür, namaz yaxud da məni atdı. Bu səhv fikirlərdir. 2. Baxırıq Qur'an-ı Kərimə. Allah Teala bizi namaz qılmağa əmr eləyib. Peyğəmbərlər namaz qılıblar, Əhl-i-Beyt imamlarımız namaz qılıblar. Namaz insanla Allah arasında gündəlik rabitədir. Bunun düşməsi yoxdur. 3. Kimsə fikirləşirsə, mən namaz qıldım, bəla gəldi, problemlər gəldi, deməli namaz mənə düşmür, bu düzgün deyil. Niyə? Çünki Peyğəmbər Əhl-i-Beytindən çox bəlalar içərisində olan varmı? Allahın salamı olsun onlara. Onlar daha çox bəla görüblər. Ona qalsa onda onlar heç namaz qılmayardılar. Halbuki baxırıq, ən çox namaz qılan elə onlardılar. Əksinə son. Namaz düzgün şərait ilə, mənəviyyatla qılınarsa, insana çox problemlərdən çıxış yolu açar. Ona görə də Qur'an-ı Kərimdə Allah Teala belə buyurur. Namazdan kömək alın. Vəstəinu bis-sabri vəs-salah. Səbr və namazdan kömək alın. Namazdan biz problemlərimizin həllində kömək ala bilərik. Haçansa da bir problem olarsa, səbirli olub və namazı mənəvi qılmalıyıq ki, o bizə namaz dözüm versin. Ona görə də bu şübhələrə və bu vəsvəsələrə inanmayın, namaz vacibdir, düşməsi yoxdur. Namaz alanda qadınla kişilərin arasında fərq varmı? Vacib dəstəmaz alınmağında qadınla kişinin heç bir fərqi yoxdur. Üzün yuyulması, sağ əl, sol əl, başa məs çəkilməsi, sağ ayaq, sol ayağa məs çəkilməsi. Dəstəmazın vacibi budur, qadın və kişi arasında heç bir fərq yoxdur. Amma müstəhəbdə, savablarda bəli. Məsələn, su tökərkən yaxşı olar ki, kişilər suyu tökəndə əlinə dirsəkdən töksünlər, amma qadınlar yaxşı olar ki, əks istiqamətdən, yəni əlin bu nahiyəsindən töksünlər. Fərq budur. Amma vacib dəstəmazın alınmasında qadın və kişi arasında heç bir fərq yoxdur. Qadın və kişilərin namazında fərq varmı? Namazın vacib qılınma qaydasında dəstəmaz alınandan üzü qibləyə durub Allahu Əkbər deyib ta axırıncı salamı verənə qədər vacib əməllərdə qadın və kişinin namazında heç bir fərq yoxdur. Amma vacibətdən bir fərq var. O da hicabdır. Kişilər geyimi başqa cür ola bilər. Onlara icazəlidir müəyyən bədəni yerlərin açıq qalması, örtülməsi fərqlidir. Amma qadınlar isə üz və əllər və ayaqda olan bəzi hissələr ki var, onlara toxunmuram, onlara çıxmaq şərti ilə qadın bütün bədənini örtməlidir. Və müstəhəbdə fərq ola bilər, yəni savab. Ola bilsin səcdədən qalxanda, səcdəyə enəndə, səcdədə qalanda, dirsəklərin yapışdırılmasında müstəhəbbə əməllərdə qadınlara bəzi şeylər müstəhəbdir, kişilərə müstəhəbdir, yaxud da əksinə ola bilər. Amma vacib məsələlərdə kişi və qadın namazında heç bir fərq yoxdur. Ayaq yolunda dəstəmaz almaq olarmı? Ayaq yolunda dəstəmaz almaq olar. Dəstəmaz batil deyil, amma məkruhdur, bəyənilmir. Yaxşı olar ki, ayaq yolunda dəstəmaz alınmasın. Başqa bir sual ki verirlər, dəstəmaz aldığımız su bugün kanalizasiyaya gedirsə, onun günahı yoxdur ki, xüsusən bugün binalar tikilib və evlərin kanalizasiya sistemi hamısı bir yerə birləşdirilib və hamısı buna məcburdur. Bunun heç bir eybi yoxdur, dəstəmazımız batil deyil. Əlbəttə, yaxşı olar ki, dəstəmaz suyu kanalizasiyaya bacarırsınızsa getməsin. Birdən də getsə, dəstəmazınız batil deyil. Qadınla görüşmək dəstəmazı batil edirmi? Birinci bunu deyək. Qadınlarla görüşmək iki cürdür. Məhrəm qadın, naməhrəm qadın. İnsanın öz məhrəm, ana, bacı, qızı, həyat yoldaşı, xalası, bibisi ilə görüşməyi kişinin olar. Amma naməhrəm qadınlara əl vermək, görüşmək olmaz, dinimizdə qadağandır. İndi dəstəmazla bağlı. Bir insan dəstəmaz alandan sonra istər məhrəm qadınla, anası kimi, yaxud da naməhrəm qadınla, məsələn, əmsi qızı kimi, başqa bir xanım ki tanımır, onunla görüşərsə,
günah etmiş olur naməhrəmlə görüşəndə, dəstəmazı batil deyil. Anası ilə məhrəmlə də görüşəndə dəstəmazı batil deyil. Xülasə, qadınla görüşmək dəstəmazı batil etmir. Əgər naməhrəmlə görüşəcəksə, sadəcə günah etmişdir. Bu dinimizdə olmaz. Son zamanlar Ayətəl Kürsi tablosunun ətrafında müəyyən adlar yazılıb. Deyirlər, o cinlərin, şeytanların adıdır və onları silmək lazımdır. Bəli, biz də belə bir videoya rast gəlmişik və o videonun ətrafında yazılan adlara diqqət etmişik. Onlar heç də şeytanın və cinlərin, mənfi qüvvələrin adları deyil. Bizim bəzi dua kitablarında və hədislərimizdə Qur'an-ı Kərimdə təriflənən, haqqında ayələr nazil olan və bir surənin adı Kəhf surəsi, Əshab-ı Kəhf adlanan bir dəstədən danışılır. Və onların hətta bir iti də var, adı Qitmirdir. Baxsanız o adları oxuya bilərsiniz. O adlar ki, orada yazılmışdır. Onlar keçmiş həmin o zaman olan dildə, həmin o Əshab-ı Kəhfdə olan, indi də hal-hazırda orada Allahın qüdrəti ilə yatan, yanlarında iti olan onların hamısının adı bir yerdədir. Bəzi dua kitablarına gəlmişdir ki, uşaqların, yaxud da bəzi xəstəliklərin aradan aparılmasında, mənfi qüvvələrin uzaqlaşdırılması o adların rolu var. Kimsə də onu Qur'an-ı Kərimin ətrafına yazıla bilər, yazmaya da bilər. Ayətəl Kürsünü boş da saxlaya bilərsiniz, ətrafa da. Hətta Ayətəl Kürsü yox, evin özünün divarına, qapısına da yazmağa ziyanı yoxdur. Bu xurafat deyil. Bu sadəcə dua kitablarında gələn bir mövzudur. Amma ehtiyatlı olun. Bəzən eşidirik ki, kimlərsə onları cin, şeytan adı bilib, ümumiyyətlə sındırır, Quran ayəsinə hörməsi və onu yandırırlar. Bu daha böyük günahdır. Bir nəfərin götürüb həmin Ayətəl Kürsünü, Quran ayəsi yandırması daha bir günahdır. İstəyirsiniz o adları silin, saxlamayın. Saxlasanız da qorxmayın, narahat olmayın. O adlar heç də pis qüvvələrin, cinlərin, şeytanın adı deyil. Pak müqəddəs insanların adıdır. Bəzi insanlar ziyarətə getmir. Getməməyinin səbəbini belə deyir. İmam məni çağırsın. İmam məni dəvət etməyib. İmam məni istəməyib, mən hələ ziyarətə hazır deyiləm. 1. Bu şeytanın vəsvəsəsidir. Əgər bugün imkanınız varsa, şəraitiniz uyğundursa, bizim vəzifəmiz Əhl-i Beyt imamlarımızın, Allahın salamı olsun, onlara və Peyğəmbərimizin əleyhissalam qəbrini ziyarət etməkdir. Bu vəsvəsələrə qulaq asmayın. 2. Ona qalsa onda kim deyə bilər ki, mən hazıram, gedirəm imamların ziyarətinə, Peyğəmbərin ziyarətinə? Kim iddia edə bilər ki, mən hazıram, mənəvi cəhətdən elə bir haldayam ki, mənə layiqdir. Mənim ləyaqətim var ki, gedəm Peyğəmbər, Əhl-i Beyt imamlarımız, əleyhissalam, onların qəbrini ziyarət edəm. Kim bu iddianı eləyə bilər? Onda əksinə, gərək heç kəs getməyə. Heç kəs bu iddianı eləyə bilməz, onda gərək heç kəs getməyə. Və əksiz olanda ona qalsa gərək tətil olsun. İmamlarımızın ziyarətinin qəbri tətil olacaq. Onda heç kəs getməyəcək. Bu düzgün deyil. Başqa bir sual budur ki, nə vaxt o adam hazır olacaq? Kim qarant zəmanat verir ki, sabah, bir gün, gələn ay, bir ildən sonra o adam hazır olacaq, onda ziyarətə gedəcək. Kim bunu deyə bilər? Mən bir neçə müddətdən sonra hazır olacağam. Onda gedərəm. Bu düzgün deyil. Və son, heç Əhl-i Beyt imamlarımız da bizə belə deməyiblər. Fərq qoymayıb imamlarımız. Kim hazırdır, gəlsin ziyarətə. Kim hazır deyil, gəlməsin ziyarətə. İmamlarımız belə deməyiblər. Düzdür. Əhl-i Beyt imamlarımız ziyarətə gələnlərlə bağlı, ziyarət vaxtında, ziyarətdən qayıdandan sonra müəyyən ədəb, ərkana, adaba, qayda-qanuna ziyarət etməyi bizə tapşırıblar. Ziyarətin hörmətini saxlamaq lazımdır. Ziyarətə gedib gələndən sonra bəzi şeylərə fikir, diqqət eləmək lazımdır. İnsanların nəzərində Hacı, Kərbəlayı, Məşədi bu insanlar hörmətdən düşməsin. Bunu bizə deyiblər. Amma indi kimsə də bunları bəhanə eləyib getmirsə, heç də imamlarımız ona belə demir. Son. Ola bilər bəzi insanlara mənəvi baxımdan yuxuda, yaxud da hansısa bir alimlər tərəfindən tövsiyə olunur ki, sən dur, get ziyarətə, Həcə get, Kərbəlaya get. Bunun heç bir eybi yoxdur. Və bu o demək deyil, o dəvət olunmuşdur, mən dəvət olunmamışam. Ona yuxuda, qeyblə bildirilib ki, gəlsin ziyarətə. Çox gözəl. Sənə deyilməyib, mənə deyilməyib, o demək deyil, biz getməməliyik. Quran bizi həccə əmr eləyib. Peyğəmbər Əhl-i Beyti bizi Kərbalaya getməyə tövsiyə etmişdir. Yuxu ilə məsələ həll olmur. Kiməsə də yuxuda deyilibsə, çox gözəl. Öz yuxusuna əməl eləyə bilər. İçki içilən süfrədə, içki içmirəmsə, otura bilərəmmi? Xeyr. Bizim dinimizdə haram məclisdə, haram istifadə olunan süfrədə əyləşmək qadağandır, haramdır, günahdır. Allah Teala Qur'an-ı Kərimin Nisa surəsinin 140-cı ayəsində belə buyurur. Əgər Allah Teala'nın ayələrini küfr edildiyini və istehza, məsxərə edildiyini görsəniz,
onlarla əyləşməyin. O qədər ki, sözü dəyişsinlər. Əgər məclisi dəyişə bilərsənsə, haramı süfrədən götürdürə bilərsənsə, içkini süfrədən kənarlaşdıra bilərsənsə, gedib orada əyləş. Orada içənləri içkidən çəkindirə bilərsənsə, ged əyləş. Amma əks halda Qur'an-ı Kərimə əsasən Allahın ayələri, Allah təala bu ki, şərab olmaz. Orada tapdalanırsa, şərab ayəsi sanki orada tapdalanır. Allahın haram buyurduğu orada tapdalanır. İçməsən belə o məclisdə əyləşməyin düzgün hesab olunmur. Hətta bəzi alimlər buyururlar ki, o məclisdə əyləşmək, əgər insan o məclisin üzvü hesab olunarsa, orada əyləşənlərin biri hesab olunarsa, orada əyləşmək də haramdır, o süfrədə yemək də haramdır. Mən öz vəzifəmi, borcumu yerinə yetirib bunu sizə çatdırıram. Kimlərsə mənim bu sözümdən narahat olmasınlar. Və diqqətli olaq, əziz Peyğəmbərimiz, Allahın salamı olsun, ona və əhl-i beytinə buyurur ki, kim Allaha qiyamət gününə iman gətirirsə, gərək şərab içilən süfrədə əyləşməsin. İmam Əli əleyhissalam belə bir hikmətli kəlam deyir, bundan qorxmaq lazımdır. İmam Əli əleyhissalam buyurur, şərab içilən süfrədə oturmayın. Çünki insan bilmir, nə vaxt onun canı əlindən alınacaq. Çox təsirlidir. Allah eləməsin, birdən qəzov qədərlə əcəlin o süfrədə gələr. Günah süfrəsində, günah məclisində, günah yerində əyləşdiyin halda Allah canını alar. Çox ağırdır. İçki süfrəsində insan ömrü bitsin. İmam deyir ki, qorxmaq lazımdır ondan. Bilinmir insanın canı haçan Allahdan alınacaq. Və bu məsələyə diqqət eləmək lazımdır. Təcrübə də bunu göstərmişdir. Təcrübə baxımından insan özü içməsə də, o süfrədə əyləşəndə dava ola bilər, davaya səbəb ola bilər. Hətta orada içməsə belə ona da ziyan dəyir. Yaxud da bir dəfə içmir, 2 dəfə içmir, əlinə bir dəfə badəni verirlər, yalandan qaldırır, güya su tökür. Bütün bu bəhanələrlə şeytan onu vəsvəsə edir, sonda özü də ola bilsin, o günaha batsın. Hətta onu aldadıb, orada əyləşənlər var, etiraf edirlər ki, məni aldadıb su əvəzinə mənim içdiyimə içkidən də qatıblar. Bunlar hamısı əlbəttə bəhanə də ola bilər, amma təcrübə göstərib ki, insan günah məclisində əyləşəndə birbaşa da olmasa yavaş-yavaş həmin məclisin iştirakçısına o günahı eləyənə çevrilir. Birazdan özü də günaha düçar olur. Hicab geyinməyən qadınlara münasibətimiz necə olmalıdır? Əlbəttə ki, yaxşı olmalıdır. Onlara biz təhqir eləyə bilmərik, alçalda bilmərik. Onlar da bizim müsəlman qadınlarımızdır, qeyrətimizdir, namusumuzdur. Düzdür. Hicab Qur'an-ı Kərimdə Allah Taala'nın əmridir. Peyğəmbər əhl-i beyti Allahın salamı olsun, onlara onların göstərişidir. Bizim vəzifəmiz onları hicaba dəvət etməkdir. Əlbəttə, məntiqlə, ağılla, şirin dillə. İndi əgər qəbul etmirlərsə, onlara hörmətsizlik etmək olmaz. Deməli, bizim vəzifəmiz hicablı xanımlara da hörmətlə yanaşmaq, onları təhqir etməməkdir. Hardasa bunu eşitsək, kimsə bu işi görübsə, onu da bu işdən çəkindirmək lazımdır. Əlbəttə, bir daha deyirik, hicab geyinməyən qadınların özünü də hicaba dəvət etmək bizim borcumuzdur. Kişi və qadınlar üçün məhrəm və naməhrəm kimdir? Mövzu genişdir. Mən burada qısa deyirəm. Gündəlik həyatımızda olan məhrəm, naməhrəmlər kimlərdir? Bir qadın üçün atası, həyat yoldaşı, qardaşı, oğlu, əmisi, dayısı, bir də yeznəsi, damadı, kürəkəni məhrəmdir. Əksinə, bir kişi üçün anası, həyat yoldaşı, qızı, bacısı, xalası, bibisi və gəlini, bəli, gəlini, bəzi yerdə bəlkə ola bilsin bunu düzgün başa düşməsinlər, gəlini məhrəmdir və onlara əl verib görüşmək olar və o cümlədən də qadınlar o kişilərin yanında başını bağlamayıb hicab taxmaya bilərlər. Qısa, məhrəm, naməhrəmlə bağlı məsələ dedik. Əlbəttə, bundan əlavə də süd verməklə və başqa qohum olmaqla məhrəm, naməhrəm söhbətləri var ki, geniş inşallah başqa vaxt. Salavatın deyilişi necə olmalıdır? Burada sual formasında qeyd ediblər, Muhammedin və Ali Muhammed, yoxsa Muhammed və Ali Muhammed. Hər iki formada deyə bilərsiniz salavatı. Sadəcə, dayanırsınızsa belə olmalıdır. Allahummə salli ala Muhammed və Ali Muhammed. Yox, əgər dayanmırsınızsa, Allahummə salli ala Muhammedin və Ali Muhammed. Muhammedin və Ali Muhammed də demək olar sadə dillə, amma idğam, yəni
Orada idğam başı Muhammedin və Ali Muhammed daha düzgün deyilişdir. Hər iki formanı demək olar. Baxır harda dayanırsınız. Dayansanız Muhammed, dayanmasanız Muhammeddin olmalıdır. Allahın salamı olsun ona və əhl-i beytinə. Niyyət etdikdə qurbətən iləllah deyilir, yoxsa illəllah deyilir? Qurbətən iləllah düzgündür. İlləllah səhvdir. Hətta mənası dəyişilir, başqa bir Allah deməkdir. Nauzubillah. Əlbəttə, bir insan bilmədən, texniki səhv olaraq dilində çaşarsa, ilallahı illallah deyərsə narahat olmasın, namazı, orucu, etdiyi əməli, niyyəti batil deyil, amma düzgün deyiliş qaydası budur. Məsələn, sübh namazı qılıram, vacib, qurbətən ilallah. İllallah səhvdir. İlallah, illallah səhvdir. Belə deyilməlidir. Dinimizdə hansı üzükləri taxmaq tapşırılmışdır? Dinimizdə dəmirlə bağlı qızıl kişilərə haramdır, qadınlara olar. Amma qaşla bağlı isə bizim dinimizdə ixtiyar sahibisiniz. Hansı qaşı istəyirsə taxa bilərsiniz. Amma dinimizin tövsiyə etdiyi qaşların arasında əqi, dür, zümrüd, yaqut və başqa qaşlar gəlmişdir hədislərdə. Bunların da arasında ən üstün, ən çox tapşırılan Əhl-i Beyt imamlarımızdan əqidir. Əqilərin də arasında Yəmən əqiqi ən çox tapşırılan üzüydür. Və taxmaqla da bağlı sağ ələ bu barmağı taxmaq müstəhəb savab hesab olunmuşdur. Hansı içkilər haramdır? Dinimizdə hansı içkilər haramdır, hansı halaldır? Yaxşı sualdır. Baxın, ümumi qayda var. Əhl-i Beyt imamlarımızdan bizdə gəlmişdir və o cümlədən də Allahın salamı olsun onlara müasir alimlərimiz, müctehidlərimiz də bir qayda deyiblər. Hər bir məst edici haramdır. Hər bir məst edici haramdır. İstər içki halında olsun, su formasında maye, istər tüstü halında olsun, istər üzr istəyirəm, damara vurmaqla olsun, narkotika istifadə edir, istər iyləməklə olsun. Bunlar hamısı insanı məst edirsə haramdır. İndi sularla bağlı hər hansı bir su insanı məst edirsə, adı hər nə ola bilər. Müxtəlif içkilər var. Hər gün də bir içki çıxır. Gündən günə də artır. Baxın, insanı məst edirsə haramdır. Məst eləmirsə halaldır. Əlbəttə, bəzi içkilərin tərkibində haram qatqıları ola bilər ki, onlardan da ehtiyatlı olun. Hansısa bir heyvan mənşəli, yaxud da başqa bir şey ola bilər ki, bunlardan özünüzü qoruyun. Əks halda bu da olmazsa, hər bir içki ki, məst eləmir, ümumi qayda, onu içmək olar. Məst edirsə olmaz. İmam Zaman əleyhissalamın uzun ömürlü olması necə başa düşülür? Şiyələrin etiqadına əsasən İmam Zaman əleyhissalam hal-hazırda sağdır. Axı o bu qədər necə uzun ömürlü ola bilər? Bu barədə mövzu genişdir. Buna kifayət qədər dəlillərimiz var. Amma müsəlman olaraq bu sualı verdiyinizə görə mən Quran-ı Kərimdən bir neçə qısa misalları diqqətinizə çatdırıram. 1. Şeytan. Quran-ı Kərimə əsasən hələ bizim babamız Adəm əleyhissalam yaradılanda şeytan sağ idi, yaşayırdı, illərlə ibadət etmişdi, mələklərin səviyyəsinə qalxmışdı. İndi hal-hazırda Quran-ı Kərimə əsasən şeytan yaşayır. Ondan uzun ömürlü hal-hazırda dünyada Quran-ı Kərimdə qeyd edilən bir varlıq daha biz oxumamışıq, belə deyək. Peyğəmbərlərin arasından Quran-ı Kərimə əsasən Nuh Peyğəmbər 950 il ancaq öz qövmünə təbliğ etmişdir. İnsanları dəvət etmişdir. Yaşı nə qədər olub bilinmir. Hədislərdə gəlmişdir. Amma Quran-ı Kərimdə 950 il insanları dinə dəvət edib. Bu, onunla bağlı Quran-ı Kərimdə ayə vardır. O cümlədən də Quran-ı Kərimin özündə İsa Peyğəmbərin hal-hazırda sağ qalması, Quran-ı Kərimə əsasən o sağdır, çarmıxa çəkilməyib və o cümlədən də müsəlman dünyasında həm əhl-i sünnə qardaşlarımızın, həm də şiyələrin kitablarında əsasən bəzi yerlərdə gəlmişdir ki, Xızır Peyğəmbər ki, İmam Zaman əleyhissalamdan daha ağsaqqaldır, qocadır, Musa Peyğəmbərin dövründən belə deyək, əgər götürsək, Xızır Peyğəmbər indi də sağdır. Və hədislərə də baxanda uzun ömürlü Peyğəmbərlər olmuşdur. Adəm əleyhissalam, Nuh və digər Peyğəmbərlər uzun ömürlü olduğu demişdir. İndi burada Allahın qüdrətində kiminsə şəkki varsa, Allah Teala istəyəndə insana uzun ömür verir. Nümunələrini də çəkdim. Yox, əgər başqa şeydə şəkləri varsa, tibb elmindən bu uzun geniş söhbətdir. Amma bir müsəlman olaraq biz bunu Quran-ı Kərimdən və dini mənbələrimizdən sizlərə çatdırdıq. Həvva nənəmiz, salamullah əleyha, Adəm Peyğəmbərin qabırğasından yaradılmışdırmı? Bəzi hədislər bu barədə gəlmişdir. Deyilənə görə bəzi hədislərdə qeyd olunub ki, Həvva anamız
Adəm peyğəmbərin əleyhissalam sağ yaxud da sol müxtəlif hədislər var, qabırğasından yaradılmışdır. Açıq-aşkar Qur'an-ı Kərimdə belə bir ayə yoxdur. Düzdür, Qur'an-ı Kərimin bəzi ayələrində xələqə minhə zəvcəhə, ondan zövcəsini yaratdı kəlməsi gəlmişdir. Ondan. Amma ondan deyəndə məqsəd Adəm əleyhissalamın qabırğası olduğu qeyd olunmamışdır. Hədislərə baxanda onun palçıqdan olduğu nəzərə çarpır. Bəli, hədislərdə Həvva anamızın Adəm əleyhissalamın yaradıldığı torpaqdan, qalan artıq torpaqdan onun yaradıldığı qeyd olunmuşdur. Və bu nəzəri Əhl-i-Beyt imamlarımız, Allahın salamı olsun onlara, qeyd etmişdir. Hətta Əhl-i-Beyt imamlarımız burada bir nöqtəyə toxunublar. Bu sualı onlara verəndə ki, Adəm əleyhissalam qabırğasından yaradılmışdır, belə bir məntiqli sual ortaya qoyublar. Allah Teala acizdirmi? Adəm əleyhissalam kimi Həvva anamızı da torpaqdan yaratsın? Yoxsa belə düşünürsünüz ki, Adəm öz hissəsi ilə evlənmişdir. Üzr istəyirəm ifadəmə görə. İmam buyurur ki, əgər Həvvanı qəbul etsək, Adəmin bir hissəsindən, qabırğasından, sümüyündən yaradılıbsa, onda Adəm əleyhissalam öz qabırğası ilə, öz bir hissəsi ilə evlənmişdir. Bunu demək olarmı? Bu da imamlarımızın kəlamlarında gəlmişdir. Nə üçün bu söhbət? Bu sual çox verilir. Qadını bəzən təhqir edirlər, alçaldırlar. Qadın elə bir varlıqdır ki, sümük kimidir, sınmaq söhbəti, bu söhbətlər deyilir. Yaxud da ki, deyirlər ki, qadın artıq daha ikinci bir varlıq kimi nəzərə çarpır. Bu da düzgün deyil. Bu qadını alçatmaq olmaz. Allah Taala'nın yaratdıqlarının arasında kamil bir insan olmağa qadın və kişinin heç bir fərqi yoxdur. Və behiştin ən üstün hissəsində də sakin olmaqda heç bir fərq yoxdur yaradılışda.